Əziz müəllimlər, salam. Hər vaxtınız xeyir olsun. Mən Aqil Fəthullayev. 2025-ci il ART-nin biologiya müəllimləri üçün sertifikasiya imtahanında düşəcək sual nümunələrini, sınavının izahını verəcəm. İnteraktiv təlimin xüsusiyyətləri hesab edilmir. Çətin sual deyil, interaktiv təlimin artıq nə olduğunu bilirik biz. Müəllim mərkəzli yanaşmanın əsas götürülməsi. Bu çox primitiv sualdır. Onsuz asan, orta və çətin suallar olur. Sual 2. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Summativ qiymətləndirməyə aid olmayan məqsəd dedikdə isə biz, baxaq, şagird nailiyyətlərini qiymət şəklində ifadə etmək. Bu aiddir. Çünki rəqəm və kəmiyyətlə ifadə olunur summativ qiymətləndirmələr. A bəndə olmadı. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək. Bu formativ qiymətləndirmənin xüsusiyyətidir. Sual çətin deyil. Burada da sualımız asan oldu. Gündəlik olaraq izləmək. Cavab olacaq B bəndi. Növbəti sual. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Bizə tapşırılıb ki, sağlam qidalanma planı hazırlayın. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Yəni, fənnin daxilində inteqrasiyanı görə bilmədik. Fənnin özü ilə bağlıdır. Eyni zamanda şəxsi büdcənin hesablanması və nəzərə alınması, büdcənin nəzərə alınması, hesablanması riyaziyyatla əlaqələndirə bilərik. Bu da olacaq bizim üçün biologiya və riyaziyyatın əlaqələndirilməsi. Fənlər arası inteqrasiya. Cavab olacaq C bəndi. Növbəti sual. Tapşırıq, təngənəfəslik, ürək döyünmə, baş gicəllənmə, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanlarının zədələndiyini müəyyənləşdirin. İndi tapşırığı verdi müəllim bizə. Bunun üçün orqanların funksiyalarını araşdırmaq lazımdır. Araşdırırıq, bununla bağlı məlumat toplayırıq və bu hadisələrin baş verməsi hansı ilə bağlı olar? Öyrəndiyimizi tapşırığın üzərində tətbiq edirik. Tətbiq etmək cavabı ən uyğun cavabdır burada. Tətbiq etmək. Orqanlar biz deməmişdik informasiya. Əldə etdiyimiz informasiyadan istifadə edirik, məsələn, tapşırığı yerinə yetirməkdən ötürü. Tapşırıq verilib yerinə yetirməkdən ötürü orqanların funksiyalarını araşdırıram. Hansı funksiyada olan problem buna səbəb ola bilər? Bunu müəyyən edirəm. Ardıca taksonomiyanın hansı mərhələdə olduğunu müəyyən edirəm. Cavab olacaq B bəndi. Növbəti sual. 55-ci sual. İki bioloji prosesin müqayisəsi tapşırılmışdır. İnformasiyanı qarşılaşdıraraq cədvəldə, burada cədvəl çəkirəm, informasiya iki bioloji prosesin qarşılaşdırılması. A və B. Qarşılaşdıraraq qeyd etmək, qarşılaşdıraraq cədvəldə qeyd etmək. Qeyd etdim, qeyd etdim. Qeyd etmək tapşırılmışdır. Daha sonra insan üçün hansı prosesin daha əhəmiyyətli? Bu sözləri mən sizə hər zaman qeyd etdirirəm. Əhəmiyyətli, vacib, lazım, səmərəli və bunlardan deyir hansının insan üçün daha əhəmiyyətli olduğunu müəyyən edin. Deyirəm, bu daha əhəmiyyətlidir. Vacib, lazım, səmərəli. Yəni, lazım olanı lazım olmayandan fərqləndirməyimiz. Siz birinci müqayisəni anlamağı düşünə bilərsiniz, amma bizə deyin, bunu tapdıqdan sonra bizə lazımdır ki, bunlar içərisindən ən əhəmiyyətlisini müəyyən edin. Təbii ki, olacaq təhlil. 5-ci sualda C bəndi. Sual 56. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz. Belə situasiyada problemi necə həll etsək effektiv olar. Burada saxlayaq ki, valideynlə və şagirdlə problemdə hökmən qarşılıqlı ünsiyyət qurmalıyıq və səbəbini müəyyən etməliyik ki, aradan qaldıra bilək. Birbaşa qərar vermək olmaz. Valideynlə yəqin ki, söhbətlə başlayacaq. Valideynə heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edin. Bu bizə maneçilik törədir, həll etmək istəyirik bu problemi. Narahatlığınızı şagirdə bildirin. Olmaz. Evdə valideyn nə desin? Bu da olmaz. Şagirdə narahatlığı bildirmək olmaz. C. Valideynin davranışı barədə məktəb rəhbərliyinə məlumat verin. Bunlar heç bir effektiv yol deyil, yadda saxlayaq. Heç bir effektiv deyil.
Valideynlə danışıb bu hissəsi doğrudur. Səbəbi öyrənməyə və birlikdə problemi həll etməyə çalışmalıyıq. Bütün bu tipli konfliktlərin həllinin yolu budur, yadda saxlayın. Cavab olacaq D bəndi. Növbəti sual 57. Hər halda bu tipli suallarda ehtiyatlı olursunuz. Ümumiyyətlə bu sualların effektiv həlli yolu yadda saxlayaq ki, fərdi söhbət və problemin birgə həllindən gedir. Yəni fərdi söhbətdə də valideyni danlayıb, nə bilim, kobud sözlərdən istifadə eləmirik biz və ya səhv etmirsən demirik. Biz onunla birlikdə çıxış yolu axtarırıq. Müəllif fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Baxın, müzakirəni yadda saxlayın. Müzakirə təşkil edir. Müzakirəni elə aparır ki, şagirdlər bir-birinin fikirlərini dinləyir və deyilənlərdən çıxış edərək suallar verirlər. Bir-birini dinləyir, deyilənlərdən çıxış edərək bir-birinə suallar verirlər. Müəllimin sualı, şagirdlərin birlikdə verdiyi cavab, müəllimin cavabdan çıxış edib sual verməsi. Sokrat dialoqundan söhbət gedir, prosesin tətbiqini göstərir. Demiş yolsuz biz. Üsullarla bağlı düşən suallar ya tətbiq, ya da məqsəd üzərindən düşür ki, bu da tətbiqi ilə bağlı deyir, hətta məqsədi də deyir. Məqsədindən çıxara bilmədiyi üçün ki, məqsəd əksəriyyətin məqsədi ona uyğundur. Amma tətbiqin gördüyü də artıq Sokrat dialoqu çətin deyil. Cavab D bəndi. Sual 58. 58-ci sual. Hansı fikir doğrudur deyir bizə? Baxaq. Doğru olanlar. Müəllim problem situasiya təqdim edir və tapşırıqlar real situasiyalar üzərində qurur. Tapşırıqları real situasiyalar üzərində qurur. Problemli situasiya təqdim edir. Tapşırıqları real situasiyalar üzərində qurur bizə deyir. Problemli situasiya və real situasiyalar üzərində tapşırığın qurulması. Bu mümkündür. Yəni, real həyatı situasiyalar verərək öyrənməni daha effektiv təmin edə bilirik. Ona görə də biri doğru götürəcəksiniz. Baxın, birlə də bağlı neçə cavab verib bizə? 1. 2. Emosional intellekt təşkilatçılıq bacarıqlarının inkişaf etdirir. Emosional intellekt təşkilatçılıq. Emosional nədir? Məsələn, kütlə ilə və ümumiyyətlə hisslərimizi idarə edə bilməyimiz. İndi mənim kütlə içərisində, komanda içərisində hisslərimi idarə edə bilməyim, təbii ki də emosional intellektdə təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Doğrudur. 1-2 ilə olan. 1-2 və 1-2. Cavab hələ ki A və C uyğun gəlir. 3. Strategiyasız da metakognitiv bacarıqları formalaşdırmaq asandır. Strategiyasız da metakognitiv bacarıqların əsas kateqoriyaları. Strategiya müəyyən etmək, özü ilə bağlı plan tutmaq, hədəf müəyyənləşdirmək və s. və ona uyğun, özü üçün ən uyğun olanı tətbiq etmək və yaxud müəyyən etmək bacarıqlar. Biz artıq 3 mərhələdə onu demişik. Strategiyasız olması yanlışdır. Ona görə A bəndi çıxdı. Təbii bu variantda çıxıb. 1, 4-də çıxıb. Qalır 2, 4. 4-ə baxaq. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan yaradır. Müşahidə etmək ilə informasiyanı emal etmək bacarığı rasional, məntiqli, ağıllı, düzgün qərarlar qəbul edə bilməyimiz, düşünməyimizdir. Təfəkkürün ölçülməsinə imkan yaradır, doğrudur. Yəni 1, 2, 4 cavab olacaq C bəndi. Növbəti sual 59-cu sual. 59-cu sualda isə əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərdiniz? Həll məqsədə uyğun deyilsə, nə edərdiniz? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərdiniz? Nə edərdiniz? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Təklif etdiyi həll məqsədə uyğun deyil. Nə edərsən? Yəni, məqsədə uyğun cavab deməyib Aqil. Mən indi bu vəziyyətdə nə edəcəyimi deyirəm. A. Mən münasibətlərin pozulmasını əsas tutaraq dəstəkləyərdim. Axı məqsədə uyğun deyil. Ona görə dəstəkləmək doğru deyil. A bəndi olmadı. Nəzakətlə fikrimi bildirər, alternativ həll yolları təklif edərdim.
Bu nəzakətli davranaraq fikrini bildirməsi doğru yanaşmadır. Hər halda digərlərini oxuyacağam, amma burada səhv yoxdur. Müstəqil şəkildə həll edərdim. Xeyr, komandadır. Müstəqil olmaz. Komanda toplantısı üzrə fikrin yanlış olduğunu inandırardım. Olmadı. Yoldaşımın fikirlərinin səhv olduğunu faktlarla sübut edərdim. Ən gözəli nəzakətli formada fikir bildirirəm, alternativ yollar təklif edirəm. Verilənlər içərisindən ən məqsədə uygunu B bəndidir. Növbəti sual. Tənəffüs zamanı davamlı olaraq bir qrup şagird başqa bir şagirdi ələ salır. Məsələn, biz davamlı olaraq deyirsə, biz demişik, davamlı və güc fərqi varsa bullyingdir. Artıq zorakılıq olduğunu dedi. Bullyingdir. Xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir və sinifdə ünsiyyətdən yayılır. Bullying edən şagirdlər qrupu ilə dəfələrlə onlar hərəkətlərini davam etdirirlər. Bu situasiyada müəllimin hansı yolla problem həll etməsi daha məqsədə uyğun olar? Şagirdlərin davranışını görməzdən gəlin və müşahidələrinizi davam etdirin. Bullyingə məruz qalan şagirdin valideynlərinin rəsmi şəkildə şikayət etmələrini gözləyin. Səhvdir, bu doğru yanaşma deyil, olmadı. Yəni, heç nəticəni oxumuram. Bu, o problemi həll etməz, doğru yanaşma deyil. Bullying edən şagirdlərin dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırın və şagirdlərə bu cür davranmağın doğru olmadığını göstərin. Biz bütün davranışlarda pozitivdən başlamalıyıq. Problemin müəyyən olunması, bullying halının müəyyən olunması, aradan qaldırılmasını keçmişik. Hələ ki, nəticəni oxumamışam, bu isə doğrudur. Şagirdin özü ilə söhbət apararaq bullying halını müəyyən edə bilirik. İndi mən özü ilə söhbət apardım. Söhbət apardıqdan sonra emosional dəstək göstərdim. Digər şagirdlərlə də onların davranışı haqqında söhbət edirəm. O zorakılıq edənlərlə və prosesi məktəb psixoloqunu müəyyən etdim. Cəlb edirəm psixoloqu aradan qaldırmaqda mənə dəstək olsun. Problemin həlli doğrudur. Bu davranış problemi peşəkarcasına həll etməyə kömək edir və həmçinin şagirdləri problemin həllinə özlərinin gəlməsinə şərait yaradır. Təbii ki də doğrudur. Cavab olacaq C bəndi. Biologiya fən müəllimləri üçün verəcəyimiz izah bu qədər. Hər hansı bir sualınız olsa rəy bölməsində yazın. Dərslərimizlə də əlaqəli məlumat öyrənmək istəsəz 070 346 44 69 nömrəsi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərsiniz. Sağ olun, Allah amanda qalın.